Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün çiyələk mürəbbəsi hazırlayıram. Çay süfrələrimizin, xüsusilə də qonaqlar üçün hazırlanan süfrələrin bəzəyi olan çiyələk mürəbbəsinin hazırlanması çox asandır. Ancaq mürəbbənin görünüşünün və keyfiyyətinin gözəl olması üçün əsas şərtlər çiyələyin düzgün seçilməsi və vaxtında hazırlanmasıdır. Geni dəyişilməmiş, çox iri olmayan yerli çiyələkdən hazırlanan mürəbbə daha gözəl olur. Qeyd edim ki, hazır olub olmadığını dəqiq yoxlamaq üçün bir boşqaba mürəbbənin şirəsindən 2 xörək qaşığı qoyub 2-3 dəqiqə gözləyin. 2-3 dəqiqə sonra boşqabı biraz əyin. Əgər şirə qatıdırsa, üstündə qırışlar əmələ gəlirsə, demək hazırdır. Normaldan artıq bişirilərsə, o an saqqız halında olur. Diqqətli olun. Keçirəm hazırlanmasına. Çiyələkləri saplağından təmizləyib soyuq su ilə yaxşı yuduqdan sonra aş süzənə yerləşdirirəm. Suyu biraz çəkildikdən sonra bişirəcəyim qaba əlavə edib üzərinə şəkər tozu əlavə edirəm. Məndə xalis çəkisi 2 kilo yarımdır. Mənsə üzərinə 2 kilo 300 qram şəkər tozu əlavə edirəm. Əlavə etdikdən sonra 5-6 saat şirəsinin çıxmağı üçün gözlədirəm. Sonra vamodda bişməyə qoyuram və qatlaşıb mürəbbə halına gələnədək təxminən 40-45 dəqiqə bişirirəm. Arada üzərinə çıxan köpüyü yığıram. Mürəbbəni qətiyyən qarışdırmıram. Hazır olmağına təxminən 4-5 dəqiqə qalmış üzərinə yarım limonun şirəsini əlavə edirəm. Əgər sizdə limon yoxdursa, çay qaşığının ucunda limon dozu əlavə edib və 5 dəqiqə daha qaynadıram. Mən köpüyün tərtəmiz yığılması üçün mətbəx salfeti ilə üzərində qalan köpükləri tamamilə tərtəmiz yığdım. Mürəbbə soyuduqdan sonra sterilizə etdiyim bankalara yığıb qapağını möhkəm bağlayıram. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomu bəyəndinizsə yaxınlarınızla bölüşmək, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.